İdeoloji değil bu muharebe. Mən insanlara aylardır bunu izah etmeye çalışıyorum. Bu ideoloji muharebe değil, eseri ideoloji muharebe aparırdı güya bütün hayatı boyu. Ne oldu? Bir həftəyə dağıldı. Hamı o komünistlər. Azərbaycanda 720 min komünist güya var idi. 90-cı ildə. 20 yanvardan sonra 20 komünist ortalığa çıxmadı. Qorxusunlar. Ne oldu? Eyni şey orada aittir. İdeoloji, eseri ilə İran çox bənzərdir. Biri ümmət deyir, biri... Biri deyirdi ki, cənnət buradadır, o birisi deyir ki, cənnət oradadır. Cənnət orada. Bu birisi deyirdi ki, mənim sözümə qulaq assan, cənnəti burada yaşayacaqsan. O birisi deyir, mənim sözümə qulaq as, burada heç, əsas cənnəti o tərəfdə yaşayacaqsan. Və salam. İdeoloji, onlar Sovet adamı yaradırdılar, bunlar ümmət yaradırlar. Onlar milləti yaddan çıxartmağa çalışırdı SSR-i. Bunlar da milləti yaddan çıxartmağa çalışırlar. Eyni şeydir sistem olaraq. Orada birinci katiblər idarə eləyirdi, burada rayonun mollası idarə eləyir. Nə fərqi var idi ki? Nə fərqi var idi? Yəni, bu anlamda müharibədən çıxış strategiyası çox önəmlidir. O yoxdur. Qutardı sabah müharibə. Kim cavab verəcək o suallara? Kim insanların dolanışığının bu gündə olduğunun məhsuliyyətini üzərinə götürəcək? İnsanların dolanışığının düzəlməsi üçün nə lazımdır? Memorandumda yazılıb da Amerika ilə İran arasında imzalanan, Trumpla Pezeşkan imzaladı yeri gəlmişkən o memorandumu. Nə var? 300 milyard dollarlıq yatırım fonu var. Yaxşı, hansı yatırımcı indiki İrana pul qoyar? Siz oradan baxın məsələyə. Kim qoyar indiki İrana pul? Heç kim. Sivil idarə edənlər də deyir ki, bunları təmizləməyə, kömək eləyində imkan vermirlər işləməyə. Məsələ budur. Məsələ budur əslində. Yəni, müharibədən çıxış üçün strategiya olmadığına görə, müharibədən çıxış üçün strategiya qəbul olunsa, xalqın qarşısında dura bilmədiklərinə görə. Üçüncüsü də investorlar üçün ölkə açılmalıdır. Ölkəni açmaq lazımdır. Kim gələcək ora pul qoymağa? Sən gərək ölkəni açasan, qanunları dəyişəsən, qaydaları dəyişəsən, vergi, gömrük, bütün bu oyun qaydaları yenidən qurula. Bütün bunlardan sonra investor gələcək. Bu nöqteyi nəzərdən İranın vəziyyəti doğrudan da çox acınacaqlıdır. Mən bunu izah etməyə çalışırdım. Təsəvvür eləyin ki, aprel ayından bəri bütün çıxışlarımızda bu haqda danışanda gəlin yazırdı ki, İran qalibdir. Başa sala bilmirdim ki, qardaş, İran qalibdir nə demək? Nəyə əsasın? Rejim dəyişmədisə, bu qalibiyyətdirsə, belə qalibiyyətə kim deyir ki, rejimi dəyişmək istəyirdi Amerika? Əksinə qoxan lazımdır da orada. Və ərəbləri nə ilə qorxudacaq? Demokratik İrandan ərəb qorxacaq. Hələ bu da, yəni, tam olaraq belə demək də mümkün deyil. Natiq bəy, sabah nə olacağını da bilmək çətindir. Əlbəttə. Yəni, bu nöqteyi nəzərdən, bu heç. İkincisi, qalibiyyətlə məğlubiyyət arasındakı incə cizgi nədən ibarətdir də? Belə müharibələrdə siz orta çağların və yaxud da 2-ci Dünya Savaşının məntiqi ilə düşünürsünüzsə, yanılırsınız. 2-ci Dünya müharibəsində qaliblər oldu ki, getdilər Berlinə bayraq saçdı. Burada Tehrana bayraq sancan olmayacaq, Vaşinqtona və yaxud da Yerusəlimə bayraq sancan olmayacaq da. Bu bitdi də bu məsələ. Deməli, klassik anlamda düşünməyin də bu məsələni. Uduzanlar varmı? Var. Körfəz ölkələri də uduzur. İsrail də uduzur. İsrailin ərazisinə bu qədər bomba düşdü bu müharibələrdə. Uduzurmu? Uduzur. Udan kimdir? Amerika. Nefti, qazını satır, daha bağa satır. Hörmüzdən ala bilmədikləri nefti Avropalılar məcbur olub Amerikadan aldılar. Günə 5,6 milyon barel neft satdı Avropaya Amerika bu müharibə dövründə. Tarixində belə şey olmayıb Rufiz bəy. Tarixdə belə şey olmayıb. Qazın qiymətini 580 dollara qalxdı 1000 kubmetri. Qaz satdılar Avropaya. Bu uduz. Amerika bu uduzmaq deyirsiniz buna. Nə yaxşı, kaş hamı belə uduzur. Bu nöqteyi nəzərdən, bu proyeksiyanı cizəndə, bu gələcək mənzərəni cizəndə İranın dəyişdiyini və bu dəyişmənin sancılı rəsmiləşdirilmə sürəcində olduğunu söyləmək lazım. İran dəyişib, bəli, amma bunun rəsmiləşdirilməsi sancılı olacaq da. SSR-də də elə olmadı mı? SSR dağıldı, bunun rəsmiləşməsi zamanı nə qədər separatizm çıxdı. Qarabağda başımıza nə oyunlar, Rusların elə dəstəkli ermənilər, erməni faşizmi baş qaldırdı, bizim torpaqlarımızı işğal elədi. Dnestriyani Respublika, Abxaziya, Osetiya, Özbəkistandakı o Qarakalpakistan, başqa yerlər, Fərqana vadisi və yaxud da Qırğızistan, Tacikistan arasındakı müharibə. Nə? Bunlar oldu da. Bu sancılı sürəc buna deyirlər. Eyni şey orada da olacaq. İndi söhbət oranın
ərazi bütövlüyünün parçalanmasından getmir. Bunu tarix göstərər. Ancaq işartılar var. Əlbəttə, Bəluzlar dayanacaqmı? Yox. Əlbəttə, amma söhbət ondan gedir ki, bu sancılı prosesin rəsmiləşdirilməsi zamanı daxildəki problemlərin üzə çıxması getdikcə artacaq. Müharibə və müharibə şəraiti bu daxili problemlərin üzə çıxmasının qarşısını alan bir bənddir. Deməli, Sepah elə bunu istəyir. Ona görə davamlı istəyir. Bəli, ona görə də müharibəni dayandırmaq istəmir. Gərginliyin azaldılmasını istəmir. Azalan kimi, əgər müharibə bitdi, bitdi. Sonra insanlar, İran xalqı diri xalqdır, etirazçıdır, dəfələrlə olub. Dünyanın Hətta ən mən gənc ölkəsi. bir Amerikalı ilə, belə deyək, xaricilərdən biri ilə danışanda bu yaxınlarda dedim ki, səfirliklərin tədbirlərindən birində idi. Dedim ki, siz niyə qoymadınız ki, İran xalqı elə özü dəyişirdi də rejimi? Dekabr, yanvar aylarında cəmaət küçələrdə idi. Bəli, milyonlar küçədə. Siz nə etdiniz? 28 fevralda vurdunuz, cəmaət hakimiyyətin ətrafında birləşdi. Güldü, cavab vermir. Ya bunu da düşünün də. Deməli, o rejimin dəyişməsini istəmirdi. İsraildən getmir ha söhbət, İsrailin tamam başqa idi. Bəli, bəli, tamam. Söhbət Amerikadan gedir. Və nə bilirsiniz ki, istəyirdi onu? İstəmirdi. Orada bir idarə olunan xaotik durum yaratmaq istəyirdi ki, ona da nail olunur. Gah istəyəndə vurur, gah istəyəndə danışır.